Müəllim, qreçka arıqladır. Qreçka yesəm kökələrəm. Müəllim, evdə badımıdan pişiriblər. Yeyim. Ay müəllim, pomidor, xiyar mütləqdir. Müəllim, göyərti demisiniz, göyərti nə qədər yeyim? Müəllim, yeməkdən sonra meyvə yemək olar. Allıma desəm çıxarsan, armud desəm çıxmazsan. Uşaqlar, izah edirəm sizə. Deməli, qreçka, düyü və digər karbohidratlar. Həyat tərzi dağınıq olan adam yedikdə arıqdırsa, məşq edirsə, başlayır o yekəlməyə. Yox, bütün gün oturaq işte, oturub, bütün günü kalori alır, yeyir. Amma birdən resko çörəyi, tortu kəsir, başlayır 500 qaşıq qreçka, ət yeməyə, məşqə başlayırsa, qreçka arıqlar. Qreçka arıqladıb kökəlmək deyə bir şey uşaqlar yoxdur. Normal. Bu bir. İkincisi, baxın, badımcan, can. Qoyuram da belə qreçkanın üstünə. Düzdür, burada tərzi nəsə var uşaqlar. Mən bilmək istəyirəm. Duzdan səpdi, düzdürmü? Bax. Bu nədir? Görürsünüzmü? Bax, soğan, batıran mazmonu nəysə. Bax. Uşaqlar bu göyərti sayılmır. O boyda göyərti yemək sayılmır. Göyərti ən az bu qədər olmalıdır. Bəli. Pomidor, xiyar mütləq deyil. Olmasa da olar. Yemək müddəti. Bir qurtum su içməyin. Heç bir zərəri yoxdur. Bildirir uşaqlar. Yeməkdən sonra meyvə yeməyində elə böyük zərəri yoxdur. Matı.